Salam dəyərli şagirdlər, əziz abituriyentlər. Deməli, indi izah verəcəyik son təkrar 1. Son təkrar 1-in izahına gəlin baxaq. Sualları bir-bir məsuliyyətlə işləyirsiniz dostlar. İşləyirsiniz, inşallah ki, nəticəniz artar. Deməli, gəlin başlayaq birinci sualdan. Silindrin yan səthinin sahəsi oturacağının sahəsindən 7 dəfə böyükdür. Amma bir silindrin yan səthinin sahəsini belə tapırlar. Yəni, bizə verilib ki, S yan bərabərdir 7 dənə S oturacaq. S-yanı belə tapırlar. 2pi r h. S oturacağı isə belə tapırlar. Pi r'in kvadratı. Buradan pi'lər getdi. Radiuslardan biri getdi. 2 dənə h bərabərdir 7 dənə r. Onda oturacağının radiusunun hündürlüyü olan nisbətini soruşur. 2 bölünsün 7. Cavabımız 2 bölü 7. Yəni birinci sualda doğru cavab B variantı. Birinci sual üçün doğru cavab B variantı. Getdik növbəti suala. Limit x kvadrat çıxılsın 1, mənfi 1-i yerinə qoyulur. Mənfi 1 yerinə qoyanda sürət də 0 edir, məxrəc də 0 edir. Onda L'Hopital qaydası. Sürətin törəməsi bölünsün məxrəcin törəməsi. Sürətin törəməsi 2x, məxrəcin törəməsi 3x kvadrat. X-lardan biri getdi, qaldı 2x, 2 bölünsün 3x. X də mənfi 1-ə yaxınlaşır deyə cavab olur mənfi 3-də 2. Yəni B variantı. İkinci sual üçün cavabımız B variantı. Üçüncü sual. Funksiyanın təyin oblastını tapın. Baxın uşaqlar. Kəsr kimi olanlar loqaritma ümumiyyətlə loqaritma olmağın şərti. Loqaritma A əsasdan B. A sıfırdan böyük, 1-dən fərqli olmalıdır və B də sıfırdan böyük olur. Bunu unutmayın. Loqaritmada görürsünüz bura. X sıfırdan böyük olmalıdır. Bunu unutma. Bir də məxrəcdə olduğu üçün loqaritma 4 əsasında x fərqlidir sıfırdan. Birisi də məxrəc sıfır ola bilməz. Onda x fərqlidir 4 üstündə 0, yəni 1-dən. Sıfırdan böyük, 1-dən fərqli. Sıfırdan böyük, 1-dən fərqli, yəni A variantı. Burada A variantı. Keçdik növbəti suala. Oturacağı bərabər yanlı, düzbucaqlı, üçbucaq olan düz prizmanın bərabər yanlı, düzbucaqlı, üçbucaq, düz prizma. Belə bir prizma çəkək. Prizma nə deməkdir? Aşağıda bir figur, yuxarıda bir figur. Oturacağı bərabər yanlı, düzbucaqlı, üçbucaq. Fikir ver, bura bərabər yanlı, düzbucaqlı, üçbucaq olsun. A burada olsun, A kökdə 2. Prizmanın həcmi 2 kökdə 3. Düz bucaq qarşısındakı üzün diaqnalı, düz bucağın qarşısında, düz bucaq buradadır, görürsünüz də. Onun qarşısındakı bu üzün diaqnalı oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Bura əmələ gətirir 60 dərəcə. 60 dərəcə. 60-ın qarşısındakı bu katet digər katetin, yəni bunun kökdə 3 mislidir. Yəni, bura olur A kök altında 6. Bu diaqnalı deyir tapın. Bu diaqnalı buranı soruşur bizdən. Onda həcmini verib sənə 2 kökdə 3. Həcmi, prizmanın həcmini belə tapırlar. S oturacaq vurulsun H. S oturacaq katetlərin hasilinin yarısıdır. Yəni A kvadratı bölünsün 2-dir. Katetlərin hasili vurulsun hündürlük. A kök altında 6. Bunu bərabərdir 2 kök altında 3-ə. 2 kök altında 3-ə bərabərdir. A kubu kökdə 6 bölünsün 2 bərabərdir 2 kök altında 3-ə. Onda A kubu buradan A kubu kökdə 6 bərabərdir 4 kökdə 3-ə. Çarpaz vursak 4 kökdə 3-ə. Onda A kubu bərabərdir 4 kökdə 3 bölünsün kök altında 6. Kökdə 3 ilə kök altında 6 getdi. Burada oldu kök altında 2. Kökdə 2-yə də vurarıq. Buraya eləyər 2. Bununla da bu getdi 2 kökdə 2. A kubu 2 kökdə 2-yə bərabərdir. Nəyin kubu 2 kökdə 2 edir? Kökdə 2-nin. Deməli, A bərabərdir kökdə 2-yə. Bunu tapdıq. Deyir, diaqnalı tapın. Diaqnal. Bu üçbucağı görürsünüz də. Bura 30 dərəcə idi. 30-un qabağındakı bu katet hipotenuzun yarısıdır. Bura olur 2A kökdə 2. A özü kökdə 2-dir. Kökdə 2 qoyanda yerinə. Kökdə 2-ni kökdə 2-yə vuranda 2, 2 dəfə 2, 4. Burada doğru cavabımız olur bizdə Y variantı 4. Y variantı 4 idi də bizdə. Hə, Y variantı 4. Y variantı. Çevrə üzərində 5 nöqtədən neçə müxtəlif vətər keçirmək olar? Uşaqlar,
Çevrə üzərində 5 dənə nöqtə. 5 nöqtədən neçə vətər keçimi olar? 1, 2, 3, 4, 5. 2 nöqtədən bir vətər keçir. Bax, 2 nöqtədən bir vətər keçir. 5 dənə nöqtə yoxdur. Kombinizon 5-dən 2. 5 dənədən 2 dənə götürürsən. Kombinizon 5-dən 2. Kombinizon 5-dən 2-ni də belə hesablayırsan da 5 vurulsun 4. 5-dən başlayaraq 2 element. Burada elədi 10 dənə. 10 dənə. Və ya n vurulsun n-1 bölünsün 2 düsturu ilə də yazmaq olar. Eyni şeydir. Sinus arc sinus x. Qəşəng suala oxşuyur bu. Gəl baxaq. Sinus arc sinus x elə x-ə bərabərdir. Amma x nə ilə nəyin arasında olmaq şərti ilə? Mənfi 1 ilə 1-in arasında olmaq şərti ilə. Unutmayın ki, arc sinusdakı x mənfi 1 ilə 1-in arasında olmaq məcburiyyətindədir. Mənfi 1 ilə 1-in arasında olur. Ona görə də bunu unutmuruq. Sinus arc sinus x x-ə bərabərdir. Plus x kvadratı bölünsün kökdə 2 bərabər 0-a. X-i çıxarsam çölə, olar 1 plus x böl kökdə 2 bərabərdir 0-a. Hasil 0-sa hər birini 0 edirsən. X-i 0 edirsən, bir də içərdəkini 0 edirsən. 1 plus x böl kökdə 2-ni 0 edirsən. Buradan x böl kökdə 2 bərabərdir mənfi 1-ə. X bərabərdir mənfi kökdə 2-yə. Buna baxın, 2 dənə kök almışıq biz. Birini almışıq 0, birini də almışıq mənfi kök 2. Təmliyini həll edin. Bax, burada biz mənfi 1 ilə 1-in arasında düşəni götürməliyik. Mənfi kök 2 düşmür bura. Sənə aldadıb B variantı götürürlər, bilərlər. Olmaz. Cavab olar 0. Yəni C variantı. Doğru cavab C variantı. Gəldik. Bu bərabərsizliyini həll edin. Uşaqlar, bu bərabərsizliyi həll edin. Məsələn, buna bax. Normalda bu biraz genişdir. Geniş nə mənada? Bura baxın. Kök altında x minus 3 böyüdür məsələn mənfi 4-dən. Necə həll edirsiniz bunu? Bunu da kvadrata qaldırmırsınız ki. Niyə kvadrata qaldırmırsınız? Çünki kök həmişə onsuz da mənfidən böyüdür də. Bir dənə nə edəcəksən? Kökün altını sıfırdan böyük bərabər edəcəksən. Onda biz buranın müsbət və ya mənfi olmasını bilmirik. Ona görə iki hala baxıram. Bir dəfə birinci hal. Bir dəfə 6 minus 2x-i mənfi götürürəm. Sıfırdan kiçik tutaq ki. Əgər ora sıfırdan kiçikdirsə, onda kökün altı təkcə sıfırdan böyük olsun. Sənə göstədirəm də, buradan. Kökün altı sıfırdan böyük bərabər olsun. Bu birinci hal. İkinci hal. Əgər ora müsbətdirsə, məsələn, belə olsaydı, x minus 3 böyüdür, bərabərdir, məsələn, 4-dən. Bu halda nə edəcəkdin? Kvadrata yüksəldəcəkdin. 6 minus 2x böyük bərabərdir 0 olsa. Bir dənə də 2 kökün altı müsbət olmalıdır. Və bundan sonra kvadrata yüksəldərdin. Olardı 2 plus x böyük bərabərdir 6 minus 2x-in kvadratı. Birincini həll eləyək. Burada 2x apardıq sağa, yuxarıdakında. 2x apardıq sağa, böyük bərabərdir 6-dan. 2-yə də bölsən, x böyük bərabərdir 3-dən. Burada x böyük bərabərdir mənfi 2-dən. X mənfi 2-dən böyük, burada isə almışıq x 3-dən böyük. Onda buranın cavabı elə eləməli ki, hər ikisi ödənsin. Bax, birində almışsan 3-dən müsbət sonsuzluğa, 3-dən böyüklər. Digərində almışsan isə mənfi 2-dən böyüklər. Onda cavabımız 3 müsbət sonsuzluq birinci üçün. Cavabımız 3 müsbət sonsuzluq. Gəlirik ikinciyə. Bunu həll eləsək. Buradan 6 böyük bərabərdir 2x-dən. 2-yə bölürsən, x kiçik bərabərdir 3-dən. Burada x böyük bərabərdir mənfi 2-dən. Bir dənə də bunu həll eləmək lazımdır. 2 plus x böyük bərabərdir 36 çıxılsın. Bundan bunun hasilini kimizdir? 24x. Üzərinə gəlsin 4x-in kvadratı. 4x kvadratı minus 25x plus 34 kiçik bərabər 0-dan. Bunu vurğulara ayıraq, uşaqlar. Nəyə vuranda 4x kvadrat edir? 2x-i 2x-ə 34 eləməsi üçün 17 ilə 2 yazmalısan normalda. 17 ilə 2 görə verir.
17 12 vermez. 4x kvadratı minus 25x plus 34. O onu 8x 17x haberlə x 4x x yazaq çarpazlıqlar ayıranda. Bunu da yazaq 17 ilə 2 yazaq. Mənfi 17, mənfi 2. Çarpaz vuraq, toplayaq. Görək ortadakı verir. Bax, bunu buna vurursan mənfi 8x. Bunu buna vurursan mənfi 17x. Verir də ortadakı. Onda 1 vuruq 4x minus 17-dir. Digər vuruq x minus 2-dir. Kiçik bərabərdir 0-dan. Kiçik bərabərdir 0-dan. Bura baxın. Burada bunu həll eləyəndə buradan 2 ilə 17 bölünsün 4. 17 bölünsün 4. Hər ikisi götürülür. X-ların əmsalları müsbət, mənfi, müsbət. 0-dan kiçiklər 2-dən 4-də 17-yə, 4-dən 4-də 1-ə qədər. Bura baxaq indi. İndi baxaq. 3 dənə bir şey almışıq. Ya almışıq ki, x mənfi 2-dən böyük olmalıdır. X 3-dən kiçik olmalıdır. X 2-dən 4-dən 4-də 1-ə qədər olmalıdır. Üçünün də bizə həlli lazımdır. Üçünün də kəsişməsi. Bir dənə almışsan 2-dən 4-dən 4-də 1-ə qədər. Belə buranın. Sonra bir dənə almışsan x mənfi 2-dən böyükdür. Mənfi 2-dən böyükdür. Bir dənə də almışsan ki, x 3-dən kiçikdir. X 3-dən kiçik. Hər üçünün kəsişməsi haradır? 2-dən 3-ə. Bunun cavabı, ikincinin cavabı 2-dən 3-ədir. Birincinin cavabı 3-dən müsbət sonsuzluğa lazımdır. Sənə bunların hər ikisinin birləşməsi lazımdır. Çünki ayrı-ayrı hallardır. Hər ikisi ödənilən haldır. Ona görə onların birləşməsi lazımdır. Biri 3-dən müsbət sonsuzluqadır. Digəri isə 2-dən 3-ədir. 2-dən 3-ədir. Bunların birləşməsi 2 müsbət sonsuzluq. Bunların birləşməsi 2 müsbət sonsuzluq. Bu biraz irrasional bərabərsizliklərə aid sualdır və həlli də kifayət qədər uzundur. Sadəcə bir dənə başa düşmək lazımdır ki, müəllim nə elədi? Burada oldu C variantı. Deməli, nömrəliyə də buranı. Birinci sual, ikinci sual, üçüncü sual, dördüncü sual, beşinci sual, altıncı sual. Sonra 7-ci sualdır bu. Sonra bu da 8-ci sual. Deməli, gəlin baxaq bura. Düzbucaqlı ABC üçbucağında bucaq B 90 dərəcə. Bəli, görürük. Bucaq A 60 dərəcə. 60 dərəcə, onda bura 30 dərəcədir. BC-ni verib 4/3. BC 4/3'dür. B düzbucaq təpəsindən BK medianı çəkilmişdir. BK median düzbucaq təpəsindən çəkilən median, düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Bunlar üçü də bir-birinə bərabərdir. ABK üçbucağının sahəsini sorur. ABK üçbucağının, baxın, buradakı bu üçbucağın sahəsini soruşur. Necə üçbucaqdır? Bir dənə ona baxaq. Ondan sonra. Bura bax, 60-ın qabağındakı katet o birisinin kökü mislidir. Deməli, bu birisi 4'dür. Bu birisi 4'dür. 60 dərəcədə bərabər yanlıdır. Burada 60'dır, burada 60'dır. Onda bu bərabər tərəfli üçbucaqdır. 4, 4, 4. Bərabər tərəfli üçbucağın sahəsini belə tapırlar. A kvadratı kök 3 bölü 4. Yəni 4'ün kvadratı kök 3 bölü 4. Bu da eləyir bizdə 4/3. Olur D variantı. Olur D variantı. 9-cu sual. N ədədini M kubu ədədinə böldükdə qalıqda natamam qismətdə 2, N-i M kubuna böldükdə natamam qismətdə 2, qalıqda 31 alınır. Uşaqlar, bir qalıqlı bölmə üstünündə qalıq böləndən kiçik olmalıdır. M və N hər ikisi naturaldır. Fikir verin. N'in ən kiçik qiyməti. N'i tapmaq üçün
2 dənə m kubu üzərinə gəlsin 31. N'in ən kiçik olmasını istəyirsənsə, m'i ən kiçik götürəcəksən. Hansı natural ədədin ən kiçik natural ədədin kubu 31-dən böyükdür? 4-ün. 2 vurulsun 4-ün kubu üzərinə gəlsin 31. 64'ü 2'ye vurdun. Elədi. 128. Üzerine yazsın 31. 9. 159. Cevap edin 159. Deyir, N'in ən kiçik qiymətin rəqəmləri cəmi. 159'un rəqəmləri cəmi bizdə eləyəcək 15. N'in 159'un rəqəmləri cəmi. Buradakı doğru cavab 15'dir. 9, 10. Düzbucaqlı üçbucağın katetləri 3 və 4-dür. Hipotenuzdan keçən və üçbucaq müstəvisi ilə 30 dərəcəli bucağı əmələ gətirən müstəvi çəkilmişdir. Düzbucaq təpəsindən bu müstəviyə qədər məsafəni tapın. Hə, çox götürmüşəm sualı. Düzbucaqlı üçbucağın katetləri 3 və 4-dür. Hipotenuzdan bir dənə müstəvi keçirək. Belə bir müstəvi çəkdim. Adam mənə deyir ki, bu hipotenuzdan keçir. Hipotenuzu qoydum bura. Düzbucaqlı üçbucağı təsvir edirəm. Baxın, bu düzbucaqlı üçbucaqdır. Hipotenuzdan müstəvi keçir. Onun proyeksiyalayırsınız aşağıya həmişə. Proyeksiyalayırsınız. Proyeksiyaladınız. Sonra yazıb ki, katetləri 3 və 4-dür. Onda hipotenuz 5-dir. Və üçbucaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Əsas məsələ o bucağı tapmaqdır uşaqlar. Bu suallarda əsas məsələ o bucağı tapmaq. Yadınızda saxlayın ki, düz bucaq təpəsindən çəkilmiş, düz bucaq təpəsindən bu müstəviyə qədər olan məsafəni tapın. Düz bucaq təpəsi, bu bucaq da doğrusu, bucaq haradır? Bucaq iki hündürlüyün arasındaki bucaqdır. Buradan bura hündürlüyü çəkirsən, mən biraz yana doğru çəkirəm ki, şəkil rahat görürsənsin. Onun proyeksiyasında çəkirsən, onların arasındakı bu bucaq 30 dərəcədir. Bunların arasındakı bucaq 30 dərəcədir. Bura bara bu qara xətt. İndi göy elədim onu. Bu düz bucaq təpəsindən çəkilmiş hündürlüyüdür. Düz bucaq təpəsindən çəkilmiş hündürlüyü belə tapırlar. AB bölünsün C. 3 vur 4 bölünsün 5. Yani 12 böl 5. Yani 2,4. Bura 2,4. 30'un qarşısındakı katet onun yarısıdır. 1,2'dir. Düz bucaq təpəsindən müstəviyə qədər məsafəni tapın. Cavab 1,2. 10-cu sualda cavab 1,2. 11-ci sual. A'nın hansı qiymətində nöqtələri koordinat başlanğıcına nəzərən simmetrikdir? Uşaqlar, x-y nöqtəsi koordinat başlanğıcına nəzərən simmetriyada mənfi x, mənfi y olur. Hər ikisi əksinə dəyişir. Və buradakı bu mənfi 4 əksinə dəyişərək olur 4. Yəni k kvadratı çıxılsın 7k plus 14'ü 4'ə bərabər edirsiniz. Bax, 3 olub. Deməli, əvvəldə nəymiş o? 3 olub. Mənfi 3 imiş. 2-3'ə çevirin. Mənfi 3 imiş. Buradan k kvadratı minus 7k plus 10 bərabərdir 0'a. Buradan k kvadratı minus 8k plus 15 bərabərdir 0'a. Cəmi 7 hasili 10 olan ədədlər 2 və 5. Cəmi 8 hasili 15 olan ədədlər 3 və 5. Hər ikisini ödəyən isə hansıdır? Təbii ki 5. Cavabımız 5. Buradakı doğru cavab 5'dir. Təpə nöqtəsi, təpə nöqtəsi. Bunun təpə nöqtəsi. Bunu bir dənə birincini x kvadratı çıxılsın 2x plus 5'dir. Bunu bir dənə belə yazaq. X kvadratı minus 2x plus 4 plus 1.
Bura bizdə düsturdur. X minus 2'nin kvadratı plus 1. Təpə nöqtəsinin koordinatları kvadratı sıfıra çevirən qiymət. Bunu sıfıra çevirən 2'dir. 2 veriləndə 1 alır. Bunun təpə nöqtəsinin koordinatları 2, 1'dir. Daha doğrusu üzr istəyirəm. X minus 1'in kvadratı bu. X kvadratı minus 2x plus 1. Bura plus 4, 1. Bura 4 denemək lazımdır. 4 denemək lazımdır. Təpə nöqtəsinin koordinatları. Bunu sıfıra çevirən qiymət 1. 1 veriləndə nə alır? 4. 1, 4. Təpə nöqtəsi 1, 4. 1'ə uyğundur A variantı. Bu getdi. Artır, azalır. Törəməni tap, bunun törəməsi. 2x minus 2. Sıfırdan böyük olanda artır. 2x böyük bərabərdir 2'dən. X böyük bərabərdir 1'dən. 1'dən müsbət sonsuzluğa artır. Elə bir cavabdakı burada mövcud deyil. Bax, bu birinci. Keçirik ikinciyə. Y bərabərdir x kvadratın plus 10x plus 30. Bak burada bunu böyle yazırsın. X kvadrat plus 10x üzerine yazsın 25 plus 5. Bak bura bizde içeriliğinin kvadratıdır. X plus 5'in kvadratı üzerine yazsın 5. Kvadratın balaca qiyməti sıfırdır. Sıfır verəndə sıfıra nə vaxt çevrilir bu? Daha doğrusu bunu sıfıra çevirən qiymət. Mənfi 5. Mənfi 5, 5 bunun təpə nöqtəsinin koordinatlarıdır. Təpə nöqtəsi mənfi 5, 5'dir. 2'ye uyğundur B variantı. Artıb azalmasını tapmaq istəyirsinizsə, bunun törəməsini tapacaqsınız. 2x plus 10 böyük bərabərdir 0'dan. 2x böyük bərabərdir mənfi 10'dan. X böyük bərabərdir mənfi 5'dən. Mənfi 5 müsbət sonsuzluq aralığında artır. Keçdik bura. X kvadrat minus 12x. 40'ı bir dənə buradan belə yaz da. 36 üzərinə yazsın 4 kimi. Və bura bizdə düsturdur. X minus 6'nın kvadratı plus 4'tür. Kvadratı sıfıra çevirən qiymət 6. 6 veriləndə nə alınır? 4. 6, 4. Təpə nöqtəsi 6, 4. Y variantı. Azalır yazır. Azalması üçün törəmə sıfırdan kiçik bərabər olmalıdır. X kvadratı minus 12x plus 40'ı törəməsini sıfırdan kiçik bərabər eləməliyik. 2x törəməsi, x kvadratın törəməsi 2x minus 12x'in törəməsi 12. 2x kiçik bərabərdir 12'dən, x kiçik bərabərdir 6'dan. Yəni, mənfi sonsuzluqdan 6'ya kimi funksiya nə olur? Azalır. Azalır. Mənfi sonsuzluqdan. Altda müsbət sonsuzluğa yazıb azalır. Bu səhv. 1A, 2DB, 3Y. 1A, 2BD, 3Y. Olur cavabımız. Gəldi bura. Həndəsənin əsas anlayışlarına aid olan sual. ABD bucağı SBD bucağından 6 daha böyükdür. SBD x desək ABD olar 6x. ABS'ni verib 140 dərəcə. ABC. Yəni bura 7x bərabərdir 140 dərəcəyə. Onda x bərabərdir 20 dərəcə. X tapdıq 20. SBD bucağını tapın. X'i soruşur. Cavabımız 20. Yəni doğru cavab C variantı. Növbəti sual. X kvadratı böl 16 plus 1 böl x kvadratı. Cəbərə eləyək. Cəbərə eləyək. Bunun hər tərəfini x-ə bölə. X-ə bölsək olar x plus 4 böl x bərabərdir 3 aya. Sonra bunun yaranmasını istəyiriksə kvadrata yüksəldək. Kvadrata yüksəltsək birincinin kvadratı x kvadratı plus bununla bunun hasilinin 2 misli. 2 vurulsun x vurulsun 4 böl x. Üstüne yazsın ikincinin kvadratı 16 böl x kvadratı. Bərabərdir 9a kvadrat. Bunlar getdilər. X kvadratı üzərinə yazsın 16 böl x kvadratı. Bərabərdir 9a kvadratı minus 2. Ama bizden ne tələb edir? Bizden tələb edir ki x kvadratı böl 16 plus 1 böl x kvadratı. Yani bunun tersini soruşur da səndən. Tersine dəyişdi onda. 1 bölünsün 9a kvadratı minus 2 yazın. Tersini soruşursa. Yo. Üzr istəyir. Burada səhv yazdıq, səhv yazdıq. Deməli,
Buradan orta məxrəcə gətirsən, x kvadrat orta məxrəc. Buraya eləyər x üstü 4 plus 16. Bərabərdir 9a kvadratı minus 2. Yuxarıdakını bunu orta məxrəcə gətirsən, 16x kvadratı yuxarıdakı eləyər bizdə x üstü 4 plus 1. Bu x üstü 4 plus 16'dır. Bu x üstü 4 plus 1. Başa düşdük. Başa düşdük. Başa düşdük ki, onda belə deyil də. Belə deyil. Biz gəl belə edək. Gəl belə edək. Hər şey əla gəlmiş. Hər şey əladır bura. Ama x'in kvadratı üzərinə gəlsin 16 bölü x kvadratı bərabərdir. Bunu almışıq. Düzdür. Bunun yaranmasını istəyirsənsə, bunun hər tərəfini 16'da 1'e vururam. Baba 16'da 1'e vururam. Bunu da vururam 16'da 1'e. 16'da 1'e vursam bura eləyər x kvadratı bölü 16. Üzərinə yazsın. 16'da 1'i buna vuranda eləyər 1 bölü x kvadratı. Bərabərdir 9a kvadratı minus 2 bölünsün 16. 9a kvadratı minus 2 bölünsün 16. 2 değil bura. 8. Minus 8 bölü 16. Ümid edirəm ki, aydındır söhbət nədən gedir. Gəldi bura. Qoşma kompleks ədədlər olar. Qoşma kompleks ədədlər olar. Burada cavabımız 9a kvadratı minus 8 bölünsün 16. Deməli, bu neçə nömrəli sualdır bizdə? Mesela 11, bura 12, bura 13, burada 14. Bu sualda olacaq 15 nömrəli sual. Deməli, buradan Z1 bərabərdir. 3 üzərinə gəlsin y minus x. Çıxılsın x üzərinə gəlsin 2 vurulsun y. Z2 bərabərdir. 2x minus 5. i kubu mənfi deməkdir. Minus 2 dənə y. Bu ədədləri qoşma kompleks ədədlər olar. Baxın, z bərabərdir 3 plus 4-i, qoşması 3 minus 4-i. Yəni, həqiqi hissələri eyni, həqiqilər eyni olmalıdır. Bunu buna bərabər eləyirsən. 2x minus 5. Xəyalilər bir-birinin əksidir. Əksi olmalıdır. Bax, burada 4'dür, burada mənfi 4'dür. Burada mənfi 2y isə deməli yuxarıda o nəyə bərabər olur? Müsbət 2y-ə bərabər olur. Və salam. Bunu da gətirə bir tərəfə. Olacaq. Y minus 3x bərabərdir. Mənfi 8. Buradan y bərabərdir. 3x minus 8. Y-in yerinə gətirib qoyuram. Mənfi x üzərinə gəlsin. Y-in yerinə qoyuram. 3x sıx 8 bərabərdir. 3x sıx 8'i vurarsan 2'yə. Eləyər 6x minus 16. Buraya eləyir mənfi 4x plus 8 bərabərdir 6x minus 16'ya. Buraya eləyir bizdə 10x bərabərdir 24'ə. X bərabərdir 2,4. Baxın hələ. 10x bərabərdir 24'ə. 10x elədi. Yoxsa 2x 10x. Onda hesab səhv elədik. Bir daha nəzərdən keçirək. Həqiqət ədədlərin hansı? Qoşma kompleks ədədlər. Qoşma kompleks ədədlər. Bu buna bərabər olmalıdır. Yazmışım. Bu da bunun əksi olmalıdır. Bəli. X plus y deyil də. Bu x plus 2'dir uşaqlar. X plus 2'dir. Bu x plus 2'dir. Ona görə getmiş səhvən. Yoxsa səhvli bir şey yox. X plus 2'dir. Deməli, mənfi x plus 2 bərabərdir 2y. 2'yə vuranda onu 6x minus 16. Mənfi x minus 2 bərabərdir 6x minus 16. X-ları bir tərəfə yığsaq eləyər 7x bərabərdir 14'ə, x bərabərdir 2'yə. X-imiz 2'dir. X 2 isə əgər gətirib yerinə qoyduq, y də elədir mənfi 2. 2 mənfi 2 olur A variantı. 15 nömrəli sualda doğru cavab A variantı. 16 nömrəli suala gəlin baxaq. 16 nömrəli sual.
16 nömrəli sual bir xətləri ilə hududlanmış fiqurun sahəsini soruşur. Uşaqlar, birinci bunları kəsişdirirsiniz. X kvadratı üzərinə gəlsin x-i bərabər edirsiniz x plus 1-ə. Buradan x kvadratı bərabərdir 1-ə, x bərabərdir müsbət mənfi 1. Yazırsınız integral mənfi 1-lə 1-in arasında. İndi bilmirsən hansından hansını çıxarsan ən yaxşısı. Mənfi 1-1-in arasından məsələn 0 götür qoy bura. 0 edir, 1 edir. Hansı böyüdür? Bu daha böyük. Deməli, x plus 1-dən çıxırsan bu birisini. X kvadratı plus x-i. Çıxanda işarə əksinə dəyişir. Minus x olur dx. Bərabərdir. Mənfi 1-dən 1-ə kimi x-larımız gedir. Olur mənfi x kvadratı plus 1 dx. Nəyin törəməsi mənfi x kvadratı edir? Mənfi x kubu bölünsün 3-ün. Nəyin törəməsi 1 edir? X-in. Mənfi 1-dən 1-ə kimi. Bir dəfə 1 qoyursan edir mənfi 3-də 1 plus 1. Bundan çıxırsan mənfi 1 qoyursan. Elir 3-də 1 minus 1. Bərabərdir. Bura elədi 3-də 2. Bura elədi mənfi 3-də 2. Cavab 3-də 4. Yəni 1 tam 3-də 1. A variantı. 16-da olur A variantı. 17 nömrəli sual. A parametrinin, buraya yazaq 17. A parametrinin hansı qiymətində tənliklər sisteminin həlli var? Sistem isə aşağıdakını bir dənə həll eləyək bu ikisindən. Bu ikisindən. Buran vurarsan 2-yə, onlar 8y, onlar mənfi 12, 2-yə vurduq. Tərəf-tərəfə neyiniyək? Yuxarıdan aşağını. Ket çıxaq, 2x-lər geçsin. Y-dən mənfi 8y çıxırsan, edir 9y bərabərdir. 15-dən mənfi 12 çıxanda 27. Y bərabərdir 3-ə. Y-imiz 3-dür. Əgər Y-imiz 3-dürsə, 2x plus 3 bərabərdir 15-ə. 2x bərabərdir. 15-dən 3 çıxdın. 12-yə. X bərabərdir 6-yə. X-imiz 6, Y-imiz 3. X-imiz 6, Y-imiz 3. Gətirib qoyursan yerinə. 5 vurursun, X-in yerinə 6 qoyursan, Y-in yerinə 3 qoyursan. 3A bərabərdir 0-a. 3A bərabərdir. 5-i vurdun 6-ya eləyər 30. A bərabərdir 10. A-nın 10 qiymətində. Buradakı doğru cavab A variantı. A-nın 10 qiymətində. Televizorun qiyməti əvvəlcə 4% ucuzlaşdırıldı. Sonra yeni qiymətə. Televizorun qiymətini götür 100 manat. 4% ucuzlaşdır bunu. Əvvəlcə 4% ucuzlaşdır. Olsun 96 manat. Sonra yeni qiymət 10% bağlaşdırıldı. 96-nı 10% bağlaşdırırsan. Vurursan 110-a, bölürsən 100-ə. 96-nı vurursan 110-a, bölürsən 100-ə. Ondaca bizdə burada. 96-nı 110-a vuranda və 100-ə böləndə. Bu eləyər bizdə 105,6. Əvvəl 100 manat idi, indi olub 105,6. Nə qədər bahalaşdı? 5,6% nə oldu? Bahalaşdı. 5,6% bahalaşdı. Bu da bizdə neçən sual idi? 18-ci sual. 18-ci sualda 5,6%dir. Gedirəm 19-cu suala baxıram. 19-cu sual. Y nöqtəsi ABCD paralelogramının, baxın ABCD bir paralelogramdır. ABCD bir paralelogramdır. Y nöqtəsi ABCD paralelogramının AD tərəfinin orta nöqtəsidir. Ortasıdır. YS vektorunu DC A vektoru ilə, DS, D'dən C-yə bura bizdə A vektorudur. CB B vektorudur. CB C'dən B-yə. C'dən B-yə bizdə B vektorudur. Bura B vektoruysa buradan bura qədər olacaq B böl 2 vektoru. Bir YS vektorunu, YS'ni vektorlarla ifadə edin. Siz fikir versəniz, burada üçbucaq yaranır. Onda bu üçbucaqdan istifadə edirik. Vektorlarda kimin problemi varsa bizim vektor izahı baxsın. Vektor izahı belə idi ki, burada bir nöqtə götürürdüm hər hansı.
Və buradan YS vektoru çıxdı. Axtardığımız YS. Ona deyəcəyik X. X. Buradan bir vektor belə çıxdı. Bunu geriyə qaytarırsan. Belə gedəndə A vektoru idi. Geriyə qaytaranda artıq o olacaq mənfi A vektoru. Bu da gəlir yerinə. Çıxdığı yer nöqtəyə geri girdisə, bunların üçünün cəmi sıfıra bərabərdir. Yazırsan X vektoru minus A vektoru plus B vektoru bölünsün 2 bərabərdir sıfıra. Onda buradan X vektorunu tapırsan, A vektoru çıxılsın B vektoru bölünsün 2. A vektoru çıxılsın 2'də 1 B vektoru. Yəni burada olur B variantı cavab. Bu da bizdə 19-cu sualdır. İndi kimin vektorlarla bağlı problemi varsa bu bir sualla həll olması deyil də uşaqlar. Siz nə etməlisiniz? Yəni bu sualdan açmalısınız test toplusunu işləməlisiniz. Yəni vektorları işləməlisiniz. Funksiyanın qrafiki verilmişdir. Münasibətlərdən hansı doğrudur? Hansı doğrudur? Burada qollar aşağı deyə A mənfidir. Y oxunu yuxarıdan kəsir deyə C müsbətdir. O Y sol çiynindən sağ çiyinə kəsən kimi yuxarı qaldığı üçün B müsbət. Yazıb məsələn A bölü C müsbətdir. Yox, müsbəti mənfiyə verəndə müsbət eləmək. ABC müsbətdir. Yox. Bax, bu da müsbətdir, bu da müsbətdir. Bu A mənfidir, B müsbətdir, C də müsbətdir. Bura eləyir mənfi, bu deyil. AC sıfırdan böyüdür, xeyr. A bölünsün 2B sıfırdan böyüdür, xeyr. BC böyüdür A'dan yazıblar. BC deyəndə BC hər ikisi müsbətdir. Müsbət ədəd mənfi ədəddən böyükdür. Bəli, burada A variantı olur cavab. Cavab olur A variantı. Funksiyasının mənfi pi bölü 2 0 parçasında ən böyük qiymətini tapın. Uşaqlar, mənfi pi bölü 2 0 bizdə hansı rübdür? Dördüncü rübdür. Dördüncü rübdə sinus burada alır mənfi 1, burada alır 0. Yəni sinus mənfi 1-dən 0-a kimi qiymət alır. Ən böyük qiymətini sorur. Ən böyük qiymətini sorur. Ən böyük qiyməti x-ə 0 versək, cavab eləyəcək 63. Deyəcəksən ki, 63-dən bəlkə böyük qiymət var. Məsələn, mənfi 1 ver. Buraya eləyir mənfi 101. Plus 99 plus 63. 63'dən böyük eləyir. Tələsmək lazım deyilmiş. 99 minus 101. Buraya elədir bizdən mənfi 2 plus 63. Elə deyil, mənfi 1 versək. Mənfi 1 versək, mənfi 101 plus 99 X-ə vermişəm, daha doğrusu. Nə vermişəm? Hə, sinus X. X-ə daha doğrusu, mən uşaqlar düzgün izah vermədik burada, belə izah verir sizə. Burada mənfi pi bölüşdən sıfıra bizdə dördüncü rübdür. Dördüncü rübdə sinus alır, təkrar elə. Burada alır mənfi 1, burada alır 0. Sinus mənfi 1-dən 0 arasında qiymət alır. İndi funksiyanın ən böyük qiymətini tapındır. Məsələn, ən böyük qiymətini mən desəm 0-da alır. Cavab eləyər 63. İndi mənfi 1 məsələn, mənfi 1. Mənfi 1-i nə vaxt alır? Mənfi pi bölü 2. Mənfi 101 bölünsün pi bölü 2, vurulsun pi bölü 2. Plus 99 plus 63. %162 çıkılsın 101 pi bölü 2. 101 pi bölü 2. Neyse burada büyük kıymet soruşur. Onsuz da 63 bu kiçikdir. 19, 20. Sonra geldi arkasında 21. Geçsək 22. ABCD paralelogramında DK tənböləndir. DK tənböləndir. Tənbölən üzərində götürmüş nöqtədən tərəflərə qədər məsafələr bərabərdir. Buradan bura qədər məsafə, buradan bura qədər olan məsafəyə nədir? Bərabərdir. AKD-nin sahəsini verib bizə. AKD-nin sahəsini verib bizə. 54. AKD-nin sahəsi 54.
KM verib bizə 6. Bura 6 ise burada 6. BC tərəfini soruşur. X, X. Bu sarı üçbucağın sahəsini veribdi bizə 54. Sarı üçbucağın sahəsini belə tapırlar. X vurulsun 6 bölünsün 2 bərabərdir 54'ə. 3x bərabərdir 54'ə, x bərabərdir 18'ə. Yirmi ikinci sual. 23. sual. ABC üçbucağının AF, BD və CY medianları P nöqtəsində kəsişir. PY-ni PF-ə bərabər verib, onu da 3'də 1 kök 97 verib. PD-ni verib 3'də 8. PD 3'də 8'dir. PD 3'də 8'dir. ABC üçbucağının perimetrini soruşur. Bura 8 bölüşdür. Onda medianların kəsişmə nöqtəsi deyə. Medianlar kəsişir, təpədən başlayaraq 2-1 nisbətinə bölünür. Bura 16 bölüşdür. Bura 8 bölüşdür, bura 16 bölüşdür. 3'də 1 kök altında 97'dir məsələn bura. Bura artıq onun 2 misli sayılır. Yəni 3'də 2 kök altında 97. Burada 3'də 2 kök altında 97. Oldu belə. ABC üçbucağının perimetrini soruşur. Deyir ABC'nin perimetrini tap. Burada aşağıdaki üçbucağa bax. Bu üçbucaqda bərabər yanlı üçbucaqda təpədən çəkilən median həm də hündürlüyüdür. Həm də hündürlüksə burada bir dənə Pifagor yaza bilərsən. X yazarsan, yazarsan x'in kvadratı üzərinə yazsın 3'də 8'in kvadratı bərabərdir. 3'də 2 kök altında 97'nin kvadratı. X'in kvadratı üzərinə yazsın 9'da 64 bərabərdir. Buraya eləyir 3'də 2'nin kvadratı 9'da 4 vurulsun 97. İndi hər tərəfi 9'a vururam. Olur 9x kvadratı plus 64 bərabər 9'a vursan 97 vurulsun 4. 9x kvadratı bərabərdir. 97 vur 4'dən 64 çıx. 97'ni biz 4'ə vuranda 388. Ondan da 64 çıxırıq 324. 324'ü bölsək 324 9'a bölünər də 36 dəfə. X kvadrat 36. X bərabərdir 6. Nə gözəl, möhtəşəm. Buranı tapdıq 6. Bura 6. Burada 6. İndi bura bax. Bura. Buradan bura qədər nə qədərdir? 3'də 8, o da 3'də 16. 3'də 16, o da 3'də 8. Bu eləyər bizə 3'də 24, yəni 8. Bura 8'dir. 8 də 6'dır, onda burada 10'dur. 10. Bir perimetrini tapın. Perimetri 10 plus 10 plus 12. $32. Geldi bura. Logaritma sualı. Deməli 4'ü yazırsam 2'nin kvadratı kimi. Bu 2 də 1 ilə, bu 2 gedir buradan. Onlar yoxmuş kimi davranırsan. Ya da ki düz eləmədim, yaxşı eləmədim. Bu 2'də 1'i buradan götür. Ver bura. 2'də 1'i verdin ora. Sanki 2'də 1 yox. 4 üstü logaritma 4 əsasdan. Bax, belə bir qaydamız var. A üstü logaritma A əsasdan B elə nəyə bərabərdir? B-yə bərabər. Onda 4'lər gedir. Burada qalır 3 üstü 2'də 1. Yəni kök altda 3. Kök altda 3'ün də kvadratı, yəni 3 üstünə yansın. 27'ni yazarsın 3'ün kubu. Bu 3 gəlir qabağa. Gəldi bura. Deməli, burada 3-cü dərəcədən 5'in kubu. Bu bizdə edir 5. Vurulsun. 5'in üstündə logaritma 5 əsasdan 3. Buranın da cavabı bizdə edir 3. 3 o da 3, 6. Yəni, Y variantı 6. Bu hansı sual idi? 24 nömrəli sual. Gəlirik 25 nömrəli sual. 2 müstəvi 60 dərəcəli bucaq altında kəsişir. Bu müstəvilərin biri üzərində olan A nöqtəsindən digərindən 8 kökdə 3 məsafədədir. Bax, 2 müstəvi kəsişir, adi qaydada belə çəkir. 60 dərəcəli bucaq altında kəsişirlər. Bu müstəvilərin biri üzərində olan A nöqtəsindən
Digərindən 8 kök 3 məsafədədir. Buradan bura qədər məsafə 8 kök altında 3-ə bərabərdir. 60-ın qabağındakı katet o birisinin kök 3 mislidir. Yəni bura 8-dir. 30-un qabağındakı katet isə hipotenuzun yarısı 16-dır. Bu nöqtədən müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni soruşur. Bu nöqtədən kəsişmə xəttinə qədər olan məsafə. Cavab 16. D variantı. 25 nömrəsi. 26. Buraya yazarıq 26. 26-nın sualını izahını verək. Silindrin yan səthinin açılışı, biz silindrin yan səthinin açılışını təsəvvür edəndə belə təsəvvür eləməliyik ki, bura hündürlüyüdür. Burada qattalanmış versin 2 pi yerdir. Dairənin, çevrənin uzunluğu. Diagonal oturacaq ilə 60 dərəcə bucaq əmələ gətirən düzbucağı alır. Diagonal oturacaq ilə 60 dərəcəli bucaq əmələ gətirir. Aha, silindrin həcmi 18 kök 3-dür. V həcm 18 kök 3-dür. Deyir, açılışın diagonalını tapın. Bana soruşur. Həcm, silindrin həcmini belə tapırlar. Pi r kvadratı h bərabərdir 18 kök 3-ə. Burada bizdə hündürlükdür. 60-ın qabağındakı bu katet o birisinin kökdə 3 mislidir. Yəni h bərabərdir 2 pi r vurulsun kökdə 3. Bu h-ın yerinə onu yazıram. Pi r kvadratı h-ın yerinə yazıram. 2 pi r kökdə 3. Bərabərdir 18 kökdə 3-ə. Kökdə 3-lər gedir. Olur burada 2 dənə pi r kubu bərabərdir 18-ə. Pi r kubu bərabərdir 9-a. Pi r kubunu tapdıq 9. Bizdən soruşur ki, silindrin həcmi bu olarsa açılışın diagonalını soruşur. Yəni bizdən x-i soruşur. Pi-ni də özü verildi 3. Onda r kubu bərabərdir 3-ə. R bərabərdir 3-cü dərəcədən 3. Olur cavab. Düzdürmü? 30 dərəcədə bura. 30-un qabağındakı katet hipotenuzun yarısıdır. Bura 4 pi r. X-imiz 4 pi r. 4 vurulsun 3 vurulsun radiusda 3-cü dərəcədən 3. İstəsəz bu yaxşı götürməksin, buna təzdən baxın. Bir dənə təkrar onu yazdım. Deməli, 26-cı sual. Silindrin yan səthinin açılışı, silindrin yan səthinin açılışı dediyimiz kimi düzbucaqlıdır. Düzbucaqlıda bura hündürlüyüdür. Oturacaq isə bura oturacaq çevrəsinin uzunluğudur. 2 pi r. Diagonalı oturacaq ilə 60 dərəcə bucaq əmələ gətirir. Bura 60 dərəcə əmələ gətirdiyini yazın. Onda bura 30 dərəcədir. Sonra 60-ın qabağındakı katet, yəni hündürlük, digər katetin kök 3 mislidir. 2 pi r kök 3. Pi də ki bizdə 3-dür. Oldu 6 dənə r kök 3. Doğru. Silindrin həcmi 18 kök 3'dür. Həcmi belə tapırlar. Pi r kvadratı h bərabərdir 18 kök 3'ə. Pi r kvadratı h. R kvadratı h-in yerinə bunu yazırsın. 6 dənə r kökdə 3 bərabərdir 18 kökdə 3'ə. Bu başqa məsələdə bayaq hesab səhvləri eləmişdim kifayət qədər. Bura oldu. Pi-ni yenə 3 yazsın. 3 vurulsun 6 vurulsun r kubu bərabərdir 18'ə. R bərabərdir 1'ə. Radius tapdım 1. Açılışın diagonalını tapdım.
60'ın diagonalı 30'un qarşısındakı bu katet hipotenuzun yarısıdır. Hipotenuz eləyir 4 piyer. 4 piyeri soruşur. 4 vurulsun 3. Pi 3'tür. Radiusta 1. Cavab eləyir 12. Bu sualda doğru cavab 12'dir. Buradaki doğru cavab 12. 12. 27. sual. Rombun diagonalları 3 və 4 ilə mütənasibdir. Birinə D1'ə denən 3x, D2'ə denən 4x. Rombun sahəsi 150'dir. Sahəni belə tapırlar. D1, D2 bölünsün 2. Bərabərdir 150. D1, D2. 3x vurulsun 4x bölünsün 2. Bərabərdir 150'yə. Onda oldu. 12 dənə x kvadratı bərabərdir 300'ə. X kvadratı bərabərdir. Bununla 300 gedir. Burada qalır 15'ə. 15'ə 12'ə vuranda 300 edir. Kök altında 15. Bizdən soruşur ki, kiçik diagonalını tapın. Kök altında 15 ise 3 kök altında 15. Bir daha bakın. Rombun diagonalları 3 ile 4 ile mütənasibdir. Birine 3x dedin, birine 4x dedin. Sahəsi diagonalların ağzını yarsın. Bərabərdir. 3x vurulsun 4x bölünsün 2. Bərabərdir 150. Bəli. 12x kvadratı bərabərdir 300'ə. X kvadratı 15'dir. X də bərabərdir kök altında 15. 3 kök altında 15. Buradakı cavabımız 3 kök altında 15'dir. 27, 28. Hamısını 6-cı dərəcəyə gətirək. Ən yaxşısı. Hamısını 6-cı dərəcəyə gətirək. Bu 2-ci dərəcədən də bunu 6-cı dərəcə bir dənəyə gətirək hamısını. Eynini daxilində yazaq. Onsuz da məxrəc 6-cı dərəcədən idi. Çünki bunun 6'ya gəlməsi üçün nəyə vurarsan? 3'ə vurarsan. Yəni kuba yüksəldərsən. 2 minus kök üçün kubu olacaq. Vurulsun. Bunun 6'ya gəlməsi üçün nəyə vurmalısın bunu? 2'yə, yəni kvadrata yüksəltməlisən. Olur 2 plus kök üçün kvadratı. Buradan 2 minus kök üstlərdən biri gedir, qalır kvadratı. Olur 6-cı dərəcədən 2 minus kökdə 3 vurulsun 2 plus kökdə 3'ün mötərizə kvadrat. Burada eləyir bizdə 1. Cavabımız olur 1. 28'də cavab oldu 1. Hı. 29. 28'də doğru cavabımız oldu 1. İndi 29'a bakalım. İntegral x b'dən a'ya 10,5'dir. Nəyin törəməsi x eləyir? X kvadratı bölü 2'nin. B'dən a'ya bərabərdir 10,5'ə. Bir dəfə a qoyursan olur a kvadratı bölü 2. Çıxılsın. Bir dəfə də b qoyursan olur b kvadratı bölü 2. Bərabərdir 10,5'ə. Onda 2 ortaq məxrəc sürət bizdə eləyər a minus b, a plus b. Bərabərdir 10,5'ə. A minus b bizdə 3'dür. 3'tür. Onda 3 bölü 2 1,5. 1,5 a plus b bərabərdir 10,5'ə. 10,5'i bölərəm 1,5'ə. 10,5'i 1,5'ə böləndə nə eləyər? 7. A plus b 7'dir. A plus b cəmini tapın, cavabı 7. 29'cu sualda cavabımız 7. 30 nömrəli sual. 30 nömrəli sual məncə də kifayət qədər rahat bir sualdır. Adi qaydada açacaqsan. Birincinin kvadratı, 2 kökdə 3'ün kvadratı çıxılsın. Birinci ilə ikincinin hasilini 2 misli. Üzərinə gəlsin ikincinin kvadratı, 3 kökdə 5'in kvadratı. Birincinin kvadratı 12 çıxılsın. Buraya 2, 2, 3 vuranda bir-birinə 12 kökdə 15. Üzərinə gəlsin ikincinin kvadratı. Bunu 9 dəfə 5
45. 45'in üstüne 12 gəlirsən. 57 çıxılsın 12 kökdə 15. Yəni B variantı. B variantı. Keçirik 31 nömrəli suala. Keçirik 31 nömrəli suala. Buradan A vurulsun B bərabərdir 4-ə. A minus B də bərabərdir 2-yə. Soruşur A'nın kvadratı plus B'nin kvadratı. Bunu belə yazsın. A minus B'nin kvadratı plus 2A. A minus B'nin kvadratı. A minus B 2'de kvadratı 4. Plus 2AB yani 8. 4 da 8 eder 12 yani A variantı. Otuz ikinci sual. Funksiyası verilmiştir. F'1'i tapınır. Funksiyası verilmiştir. Onda bunun törəməsini tapanda üstündəki gəlir qabağa 1 vaid azalır. Üstündəki bak. X üstü 4 üzerine yazsın x kvadratı plus 1'in kvadratının törəməsini tapırsınız. Üstündəki gəlir qabağa 1 vaid azalır. 2 dənə x üstü 4 plus x kvadratı plus 1. Bir də vurursan içəridəkinin törəməsini. X üstü 4'ün törəməsi 4x kubu. X kvadratının törəməsi 2x. İndi f'1'i soruşur. Törəməni tapıb yerinə 1 qoy. 1 qoyaq yerinə. 1 plus 1 plus 1. Vurulsun 1 qoyanda yerinə 4 plus 2. Buraya edir bizdə 3. 2 vur 3 vur 6. Bu da edir bizdə 36. Yəni B variantı. Gəldik ondan sonraki suala. 8 bölünsün x sıfırdan kiçikdir. Bu da elə deyil, şifahi sualdır da, elə deyil. 33-cü sual şifahi sualdır. 8'i nəyə böləndə mənfi eləyir? Mənfiyə. Yəni mənfi sonsuzluqdan sıfıra qədər. Yəni Y variantı. 34-cü sual. 34-cü sual. B5 çıxılsın B8 bölünsün B7 çıxılsın B10. B5 çıxılsın B8'i yazıram B5 vurulsun Q kubu bölünsün. B7 çıxılsın B10. B7 çıxılsın B10'u yazıram B7 vurulsun Q kubu. Yuxarıdan B5'i çıxardıram. Olur 1 minus Q kubu bölünsün. Aşağıdan B7'ni çıxardıram. Olur 1 minus Q kubu. 1 minus Q kubular getdi. B5 ilə B7 gedir. Çünki B5, B7 ise B5 vurulsun Q kvadratı. Bunlar gedir 1 böl Q kvadratı. 1 bölünsün Q'nun kvadratı. Altta 1'in kvadratı 36'da 1. 1'i 36'da 1'e böləndə edir 36. Yəni Y variantı. Getdik ondan sonraki suala. Ondan sonra 35-ci sual. 35-ci suala bax. Logaritma 2 əsasdan, 6 əsasdan, 5 əsasdan və s. belə. Bura bax. Burada belə bir qaydamız var. Logaritma A'dan B vurulsun logaritma B'dən C. B ilə B getdi, qaldı logaritma A'dan C. İndi burada da 6'lar gedir. 6'lar gedir. Qalır logaritma 2 əsasdan. Buradan da 3'lər də gedir. Qalır logaritma 2 əsasdan 16 vurulsun logaritma 5 əsas burada qaldı. Kökdə 5 də burada qaldı. Kökdə 5. 2 əsasdan 16. 2'nin üstündə nə 16 edir? 4. 5'in üstündə nə kökdə 5 edir? Yəni 5'in üstündə nə kökdə 5 edir? 2'də 1. Cavab oldu 2. Yəni Y variantı. 36. Fx bərabərdir. Funksiyasının qrafiki verilib. Funksiyasının qrafiki verilib. B nöqtəsinin koordinatlarını verib. Mənfi 3, 0. Mənfi 3. A'dan B'yə qədər məsafə 4. Bax, bu B'dən 0'a qədər məsafə 3'dür. Bir vaid digərsinə belə. Bura olur 1, 0. Bu nə ilə verilmiş sayılır? Köklərlə. Köklərlə verilənin süturunu yazırsan ki, y bərabərdir. A vurulsun x minus x1, x minus x2. Bax, bu formadadır. Buradan y bərabərdir. A vurulsun x minus x1. Yəni x plus 3, x minus x2, x minus 1. Belə. Olur belə. Və bu hansı nöqtədən keçir? Bir də 0-3'dən keçir. 0-3'dən keçir. 0 veriləndə 3 alır. X-ə 0 verək.
0 verəndə buraya eləyir mənfi 3a bərabərdir 3a. A bərabərdir mənfi 1-ə. Onda funksiyamız belə oldu. Mənfi x plus 3, x minus 1. Mənfi, burada olar x kvadratı minus x plus 3x minus 3. Onda oldu. Mənfi x kvadratı plus 2x minus 3. Mənfi ilə vursaq içəriyə. Olar mənfi x kvadratı minus 2x plus 3. Burada bizim a'mız mənfi 1'dir. B'miz mənfi 2'dir. C'miz də 3. A plus B minus plus C'ni soruşur. Bunların cəmini soruşur. Bunların da üçünü də toplayanda nə eləyər? 0. Yəni 36-cı sualda cavabımız bizim B variantı. 36 sual. 36-cı sual. Devam edirik. Otuz yedinci suala baxaq. İki rəqəmli ədədin əvvəlinə və sonuna iki rəqəmi yazılsa, iki rəqəmli ədəd AB üstü xəttdir. Əvvəlinə və sonuna iki rəqəmi yazılsa, AB2 bu yazılsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 32 dəfə böyük alınır. Verilən ədədi 32-yə vursun, alınan ədəd olar. Həmin iki rəqəmli ədədi tapın. Bunun açılışı bilirsiniz ki, 10A plus B-dir. Vurulsun 32. Bunun açılışı, bura bizdə 2000 üzərinə gəlsin 100A, üzərinə gəlsin 10B plus 2 oldu 2002. 320A üzərinə gəlsin 32B bərabərdir. 2002 üzərinə gəlsin 100A plus 10B. 320A'dan 100A çıxırsın, eləyir 220A. 32B'dən 10B çıxırsan, eləyir 22B. Bərabərdir 2002. Hər tərəfi bölsək əgər biz 22'ye bölsək, 10A plus B bərabərdir. 2002'ni 22'ye böləndə nə qədər eləyir? 91. 10A plus B, yəni AB üstü xətt 91. Verilmiş iki rəqəmli ədədi tapın 91. Cavab 91'dir. Bu sual üçün cavab 91. 91. Sonra gəldi 38 nömrəli sual. 38 nömrəli sual da belədir. Yazıb ki, AB vektoru CD vektoruna perpendikulyardır. A, B deyir. Yəni B'dən A'nı çıxmaq lazım. AB deyəndə B'dən A'nı çıxırsan. 3'dən A, B vektoru bərabər olur. 3'dən mənfi 2 çıxırsan 5, 1'dən 5 çıxırsan mənfi 4. C, D vektorudur. D'dən C'ni çıxırsan. A çıx 1'dən 2 çıxırsan, olur A çıx 3. 2A'dan da 6 çıxırsan. 2A minus 6. Vektorlar bir-birinə perpendikulyardır. Yəni, iki vektor bir-birinə perpendikulyarsa, skalyar hasil sıfıra bərabərdir. Skalyar hasil sıfıra bərabərdir. Skalyar hasili sıfıra bərabər etmək lazımdır. Skalyar hasil də, yəqin ki, bilməz ki, necə tapırlar. Bunu buna vururlar. 5A minus 15. Üzərinə gəlirlər. Bunu vururlar buna. Y2, Y1. Yəni, çıxırlar 8A plus 24. Plus 24. Bərabər olur 0'a. Bura eləyir bizdə mənfi 3A bərabərdir. Deməli, mənfi 9A. A bərabərdir 3'ə. Düzdür? A'nı 3 tapdın, D nöqtəsinin koordinatlarını tapın. A'nı 3 tapdıq. Bir dənə baxın, burada vurmada səhv eləmədim. Təzədən hesablayın bir dənə. Üngül. Bunu buna vurursun. Eləyir 5A minus 15. Üzərinə gəlirsən, bunu buna vurursun. Eləyir mənfi 4'ü 2A'ya vurursan. Eləyir mənfi 8A plus 24. Bərabərdir 0'a. Bəli. Mənfi 3A 24'dən də 15 çıxırsan, eləyir plus 9. Bərabər 0'a.
Mənfi 3a bərabərdir mənfi 9-a. A bərabərdir 3-ə. A-nı doğru almışıq. A-nı doğru almışıq. Bizdən haran soruşur baxaq. Bizdən D vektorunun koordinatları. D vektoru 3 sıx 1, yəni 2. 2, burada da var, burada da var. A-nı 3 tapmışsansa burada deyilir 6. Yəni D variantı. 38-ci sualda bizdə doğru cavab D variantı. 39-cu sual. 39-cu sual. Kubun tilini 1 metr azaltsaq, onun həzmi bu qədər azalır. Kubun tili olsun A, kubu olsun A kubu. Kubun tilini 1 metr azaltsaq, olar A çıx 1, A çıx 1-in kubu. Onun həzmi 19 azalar. Azalar. Yəni, əvvəlkinin üstünə, əvvəlkidən 19 çıxanda sonraki alınır. A çıx 1-in kubu. 19 azaldı. Bunu da açaq. A kubu çıxılsın 19 bərabərdir. Birincinin kubu A kubu çıxılsın 3 dənə A kvadratı. Üzərinə yazsın 3 dənə A. İkincinin kvadratı birinci plus birincinin kubu. Daha doğrusu minus birincinin kubu 1. A kubular buradan getdi. 3A kvadratı minus 3A mənfi 1 də gətirib bu tərəfə. Minus 18 bərabər 0. 3'ə bölürsən A kvadratı minus A minus 6 bərabər 0. Bunu vurğulara ayırsaq A minus 3, A plus 2 bərabər 0. A-nı taparıq 3. Bunun pili neçə metrdir? 3. 39-cu sualda doğru cavabımız 3. Otuz dokuz, 40. Burada D diskriminant x1, x2 tənliyin kökləridir. Birincidə bura 2x minus 5'in mötərizə kvadratıdır. 2x bərabərdir 5'ə, x bərabərdir 2,5. Uşaqlar, burada diskriminant nəyə bərabərdir? 0-a bərabərdir. İstəyirsən yoxla da. 2-nin kvadratıdırsa diskriminant 0-dır. Burada yoxla, b kvadratı 400 çıxılsın 4a-sı. 4 vur, 4 vur, 25. Bu da edir 0. Bir-də uyğundur D variantı. Köşklər bir-birinə bərabərdir. Y variantı diskriminant 0-dır deyə. 1-ə uyğundur. Y, D. Keçdi ikinciyə. İkinciyə köşklərin cəmi əks işarə götürmüş ikinci cəmi salaq. Hasili sərbəstlərdə bərabərdir. Bu yoxdur, ödəmir. Bunu diskriminantını tapaq. Diskriminant bərabərdir. B kvadratı çıx 4a. 36 çıxılsın 4a. 44. Diskriminantı mənfidir. 2'ye uyğundur A. A variantı. 3'ə bölürsən çevrilmişə gəlmək üçün 6x minus 7 bərabər 0. Köşklərin cəmi mənfi 6'dır. B variantı. Köşklərin hasili isə 6 deyil. 1 YD, 2A, 1 YD, 2A, 3'də də B. Beləliklə getdi. Gəldi 41 nömrəsi. Funksiyasının qrafikinə toxunan düz xətt absis oxunun müsbət istiqamətlə 45 dərəcə bucaq əməliyyatdır. Uşaqlar, 45 dərəcəli bucaq əməliyyatdır. Tangens 45 dərəcə. O da bərabərdir törəməyə. Davamlı dəfələrlə demişik ki, funksiyanın törəməsi toxunanın qarşısıdır. Tangens 45'də 1. Funksiyanın törəməsi, bunun törəməsi. Bunun törəməsi eləyər bizdə. Mənfi 6x kvadratı çıxılsın 24x minus 23 bərabərdir 1'ə. Mənfi 6x kvadratı minus 24x minus 24 bərabərdir 0'a. Mənfi 6'ya bölərəm. X kvadratı plus 4x plus 4 bərabər 0'a. Burada x plus 2'nin mötərizə kvadratıdır. Nəyin kvadratı 0 eləyir? 0'ın. Burası 0 olmalıdır. X bərabərdir mənfi 2. X'i tapdıq mənfi 2. Mənfi 2 6'dır da. 6'nı ardından gətirdim, yerinə qoyacaqsın. Mənfi 2 6. Neçən sual idi bu? 41, 42. Bərabərsizliyin ən böyük tam həllini
Tapın. Bərabərsizliyin ən böyük tam həllini bir tapın. Hə, bir dəqiqə yazıram. Deməli, burada 2 üstündə loqaritma 4 əsasdan x-in kvadratı plus x-in kvadratı kiçikdir 12. Bərabərsizliyin ən böyük tam həllini tap. Bax, 2 üstündə loqaritma 4 əsasdan x-in kvadratı. Bunu belə yaza bilərsən. 2-nin üstündə loqaritma 4 əsasdan bunu yazdın 2-nin kvadratı, bu da x-in kvadratı. Bu ikilər bir-birini nə olur? Aparır, gedir, burada qalır x. Amma onu bilin ki, x müsbət də olar, mənfi də olar. Çünki kvadratdır deyə. Oldu x plus x-in kvadratı minus 12 kiçikdir 0-dan. Oldu x kvadrat plus x minus 12 kiçikdir 0-dan. Bunu vurğulara ayırdın. X plus 4, x minus 3 kiçikdir 0-dan. İnterval mənfi 4-dən müsbət 3. Müsbət, mənfi, müsbət. 0-dan kiçiklər mənfi 4-dən 3-ə. Ən böyük tam həllini tapın. Mənfi 4-dən 3-ə kimi ən böyük tam həll 2 deyəcəksən. Bu da gedəcək səhvə. Səbəbi səni izah edir. Bax, səbəbi səni izah edir. Mənfi 4-dən 3-ə kimi normalda mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2 bunlar hamısının üstündə ən böyük tam həll. Bax, əgər mənfi 3 bunu ödəyirsə, 3-ün özü də bunu ödəyir. Mənfi 3 ödəyirsə bunu, 3-ün özü də ödəyir. Razılaşarıq. Yoxsa 3 verəndə ödəməz. Mən yuxuluyam. Baxım görüm. 3 versəm bura. Oldu. 2 üstündə loqaritma 4 əsasdan 3-ün kvadratı, yəni 9. 2 üstündə loqaritma 2 əsasdan 3. Buraya da 3. 3 versəm buraya deyər 9. Ödəməz səhv deyil. 2'dir, 2. 2 mənfi 3 kat söhbət olur. Mənfi də ödəyir bunu. Yəni demək istədiyim, sizə burada demək istədiyim nədir? Bu x normalda loqaritmanın içərisində olanda müsbət olmalıdır. İndi mənfisi də bunu ödəyəcək. Elə həqiqətən də mənfi qiymətlər də onu ödəyir. Option cavab 2. Cavab oldu 2. Kırk. Bir de bunu cavab 2'ni yazar. 43'e keçək. Oturacaqların fərqi 6. İti bucağının kosusu bərabər yanlı trapesiya. Baxın, belə bir bərabər yanlı trapesiyadır. Daxilinə çevrə çəkilmişdir. Daxilinə çevrə çəkilmişdir. Bax, bu bərabər yanlı trapesiyanın daxilinə gəlin çevrə çəkilir. Oturacaqlarının fərqi. Bura B'dir, bura A'dır. B çıxılsın A bərabərdir 6'ya. İti bucağının kosinüsü. Baba, bu iti bucaqdır buradır. Bu iti bucağının kosinusunu verir bizə. Kosinus alfanı verir bizə. 8'də 3. Biz bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Trapesiyanın perimetrini soruşur. Trapesiyanın perimetrini soruşur. Buradan bir dənə hündürlüyü endirirsən. Hündürlüyü endirirsən. Adəti üzrə. Hündürlüyü endirəndə. Bərabər yanlı trapesiyada bilməlisiniz ki, bu balaca yeri var ha. Oturacaqların fərqinin yarısı. B çıxa bölü 2'dir. 6'nı bura elədi 3. Kosinusda bitişiyin hipotenuzu olan nisbətdir. Bura 3'dür, bura onda 8'dir. Trapesiyanın perimetrini soruşur. Trapesiyanın daxilinə əgər çevrə çəkilibsə, ümumiyyətlə dördbucağının daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi bərabər olur. Bərabər yanlıq deyə burada 8'dir, burada 8'dir. Qarşı tərəf, bununla bunun cəminə bərabərdir.
Bu numaranın cəmi 16 edir. Burada 16 edir. Cavab 32. Yəni D variantı. Yəni D variantı. Geçirik. Bu qədər sualımız qaldı. Az qaldı. Az qalıbsa onda irəliləməyə dəyər. Deməli, gəlirik 44 nömrəli sual. Bir kəsrin sıfır olması üçün onun sürəti nə olmalı? Sıfır. Bir kəsrin sıfır olması üçün onun sürəti sıfır olmalıdır. 44 nömrəli sual. Deməli, x minus y minus 3-ü bərabər edirəm 0-a. Alıram x minus y bərabərdir 3-ə. Bura baxaq elə, üstürə oxşayır bu. X kvadratı plus 2 dənə y-in kvadratı. Bunun üstü kimi necə parçalayaq? X kvadratı minus 2xy. Bunu əvvəldə yazaq. Plus 2y kvadratında belə parçalayaq. Y kvadratı plus y kvadratı bərabərdir 13. Bura x minus y-in kvadratıdır. Yəni 9'dur. 9 plus y-in kvadratı 13'dür. Y-in kvadratı bərabərdir. 13'dən 9 çıxırsan edir 4. Y olur 2. Y-imiz 2'dirsə, onda x-imiz də 5'dir. X-imiz 5'dir. Y-imiz də 2'dir. X-y hasilini soruşur. X-y hasili bizdə eləyər 10. Yəni A variantı. 10 edir, yəni A variantı. Gəldik 45 nömrəli suala. 2 dənə modul bərabərlik. 2 modul bərabərlikdə də, modul bərabərsizlikdə də ən ideal yol kvadrata yüksəltmək. Ən yaxşı yol kvadrata yüksəltmək. Götürüb kvadrata yüksəldirsiniz. 6 minus x-in kvadrat. Artıq modulları atırsan gedir. İlk tərəfə yığırsan, ən yaxşısı. Bir dəfə çıxma. Çıxanda işarə əksinə dəyişir. Bir dəfə də toplama. Bura bizdə eləyir 7-dən 6 çıxırsan 1 minus x. Bura eləyir bizdə 7 o da 6, 13 çıxılsın 3x bərabər 0. Hasil 0 isə hər birini 0 edirsən. 1 minus x-i 0 edirsən. Bir də 13 minus 3x-i 0 edirsən. X-i alırsan 13 bölü 3. X-i alırsan 1. Buradaki cevabımız da B variantı. 45-46. sual. Fx funksiyası balaca fx'in ibtidai funksiyasıdır. Balacanın ibtidai funksiyası integralı böyük fx. Balaca fx'i veribdir bizə 6x minus 4. 6x minus 4 verir. Onda böyük fx'i tapaq da. Nəyin törəməsi 6x edir? 3x kvadratının. Nəyin törəməsi 4 edir? 4x'in qeyri-müəyyən deyə plus c. Ümid edək ki, siz integral hesablamağı bacarırsınız. Onda yazıb f2 3'ə bərabərdir. 2 qoyanda 3 alınır. 2 qoy yerinə. 3 vurulsun 2'nin kvadratı minus 4 vurulsun 2 plus c bərabərdir 3'ə. Onda 12 çıxılsın 8 plus c bərabərdir 3'ə. 4 plus c bərabərdir 3'ə. C bərabərdir mənfi 1'ə. C'miz olur mənfi 1. Onda böyük fx funksiyası belə olur. 3x kvadratı minus 4x minus 1 şəklində. İndi f mənfi 2'ni soruşur. F mənfi 2 soruşsa mənfi 2 qoyaq yerinə. Mənfi 2 qoysaq 12 plus 8 minus 1. Bu da edir 19. Yəni Y variantı. Qırx 7-ci sual. 2 dənə cosinus x plus 2 dənə sinus x ifadəsinin ən kiçik qiymətini soruşur. A sinus x plus B cosinus x şəklində verilən funksiyalarda ən kiçik qiymət belə tapılır. Mənfi kökün altında A kvadrat plus B kvadrat.
Burada da mənfi kökün altında 2'nin kvadratı plus 2'nin kvadratı. Mənfi kök altında 8. Mənfi 2 kökdə 2. Yəni A variantı. Baxaq bu suala 25 bölü 12. Sonra 25 bölü 12. Deməli, ixtisar aparacağıq da uşaqlar. İxtisar aparacağıq. 25'e mesela bunu 101'e ixtisar edersen, burada qalar 25, 101'e ixtisar edersen 12. Bak 25. Bunu da ne yapıram da? İxtisar edersək, burada da yine qalacaq 25, burada qalacaq 12. Hamısını o şimdi ixtisar edersen, burada qalar 25, burada qalar 12. İndi sual olunur ki, 25 bölü 12'den burada neçə dənə var? 25 bölü 12'den burada neçə dənə var? Baxırsan bunların sayına. Gör neçə dənədir burada 25 bölü 12. Məsələn, bax, belə deyək də. Bunda görürsünüz, burada neçə dənə var? 2 dənə. Burada neçə dənə var? 3 dənə. Ümumidə neçə dənə var? 1, 2, 3, 4, 5. Bunlar sayı qədər. Da bura bax. 25. Deməli burada 2 dənə var artıq. 25. Deməli burada 3 dənə var artıq. 25, 1, 2, 3, 4, 5, 6. 6 dənə var burada. Burada 6 dənə var. 6 dənə 25 bölü 12. 25 bölü 2. Yəni A variantı. Cevabımız A variantıdır. 8. sual. 9. sual. Sinus 2 dənə arctangens 2'də 1. Buna bir dənə alfa kimi yanaşsaq, alfa. Sinus 2 alfanın açılışı belədir. 2 dənə sinus alfa, kosinus alfa. 2 dənə sinus alfa. Sinus arctangens 2'də 1. Vurulsun. Kosinus arctangens 2'də 1. Burada bucağın sinusu qarşının bitişiyə olan nisbəti 1'dir, 2'dir, bura kökdə 5'dir. Həmin bucağın sinusu lazımdır sənə. Sinusu nə olacaq? Sinusu olacaq 1 böl kökdə 5. Həmin bucağın kosinusu lazımdır sənə. Nə olacaq? Bitişiyin 2 böl kökdə 5. Yəni bura elədir 4 böl 5. Buranın cavabı 4 bölünsün 5'dir. Üstünə əlinsin. Burada bir dənə beta desək, sənə lazımdır tangens beta böl 2. Tangens beta böl 2 üçün yəqin ki bu düsturu bilirsən. 1 minus kosinus beta bölünsün 1 plus kosinus beta. Bunu bilməlisiniz hamınız. Onda 1 minus kosinus arc sinus 17'də 15 bölünsün 1 plus kosinus arc sinus 17'də 15. Bərabərdir. 17, 15, bir də 8. 8, 15, 17. Bunlar necə ədədlərdir? Pifagor ədədlər. Bucağın sinusu 17-də 15-dirsə, bucağın sinusu 17-də 15-dirsə, həmin bucağın kosinusu nə olmalıdır bizdə? 1 çıxılsın. Həmin bucağın kosinusu olacaq 15 bölünsün 17. Həmin bucağın sinusu 15 bölü 17 isə kosinusu olacaq 15 bölünsün 17. Yuxarıdakı bizdə eləyir 17'də 2, aşağıdakı bizdə eləyir 17'də 32. 17'lər gedir 16'da 1, 4'də 1. Cavabı 4'də 1. 32'də 2, 4'də 1. Ha. Orada mərəsi 20, 25'ə bölünür. 4 dəfə 16, 24'ə bölünür 5 dəfə. Hesap sayfa elədim. Birinci tərəfi düz yazmışdım. İkinci tərəfdə ola bilər hesap sayfa elədim. 1 minus kosinus arc sinus 17'də B 15 bölünsün 1 plus kosinus arc sinus 17'də 15. Kosinus, hə, daha doğrusu uşaqlar burada səhv eləmişəm. Bucağın sinusu 17'də 15 isə kosinusu
Kosinüsü var buradan. Kosinüsü bucağın sinusu 15 bölü 17'dir. Baba bura alfa buranı götürək. Sinusu 15 bölü 17'dir. Həmin bucağın kosinüsü bitişiyin 8 bölü 17. 17'də 9, bura 17'də 25. 17'lər gedir, buradan çıxır 5'də 3. 5'də 3. Bu da elədir 5'də 7, 1,4. Bu 48'in sualdır. 48'in sualda cavab 1,4. Gəlirəm 49-cu sual. Sual 49-cu sual. Fx tərsi olan fx və gx funksiyaları üçün fx-i verib bizə 2x minus 8, gx-i verməyibdi. Yazıbdır ki, f gx bərabərdir 6x plus 10. Məsələn, sənə f5 deyəndə x-in yerinə nə yazsan? 5. İndi f gx deyəndə bu x-in yerinə nə yazmalısın? Gx. F gx nəyə bərabər olur? X-in yerinə gx yazılsın. Olur 2 dənə gx minus 8 bərabərdir 6x plus 10'a. Bunu verib ki bunu. Buradan 2 dənə gx bərabərdir 6x plus 18'ə. Onda gx bərabər olur nəyə? 3x plus 9'a. J mənfi 1, 21'i soruşur. Yani J funksiyasının ters funksiyasını tapın, yerində 21 qoyun. Ters funksiyanın, əsas funksiyanın təyin oblasti, ters funksiyanın qiymətləri çox olur. Hesab elə, onda əsas funksiyada y-in yerinə 21 verin. 21 bərabərdir 3x plus 9'a. 3x bərabərdir 21'dən 9 çıxın 12, x bərabərdir 4. Oldu B variantı. Başa düşməsiz, dərsdə soruşar sizə ya. Bu modul bərabərsizliyin sadələşdirilməsi. Modul bərabərsizliyin sadələşdirilməsi. Baxın, burada x minus 2 var. Mən bilməliyəm ki, x 2-dən böyüdür, yoxsa kiçikdir. Bunu araşdırmaq lazım. X 2-dən böyüdür, yoxsa kiçikdir. Bunu nə etmək lazımdır? Araşdırmaq lazım. Ona görə və ya x 3-dən böyüdür, kiçikdir. Ona görə bir dənə belə götürürsən, x tutaq ki, 2'den kiçikdir. 2'den kiçiksə onda bu modul belə asılacaq. 4 çıxılsın. 2'den kiçik olan 3'ten də kiçik olduğu üçün olduğu kimi qalır. Arada mənfi olur plus. 2'den kiçiksə bunların yerləri nə olur? Dəyişir. Olur 2 minus x. Qabağında mənfi var 2 plus x. Böyle bərabər 0. Sürət elədi bizdə 1 plus x. 1 plus x, 1 plus x. Böyle bərabərdir 0'dan. Yəni 1 böyüdür bərabərdir 0'dan. Bu da həmişə ödənilir. Deməli, x 2'dən kiçik bərabər mənfi sonsuzluqdan 2'yə. İndi tutaq ki, x 2'dən böyüdür 3'dən kiçik. Tutaq ki, x 2 ilə 3'ün arasındadır. 2 ilə 3'ün arasında olanda, onda bura belə yenə olduğu kimi asılır. Çünkü x 3'ten balacadır. 2 ile 3'ün arasında bir aşağıda olduğu kimi asılır. Qalanda mənfi var diye x plus 2. Böyle bərabər 0'dan. Sürət 1 plus x. Məxrəc 5 minus x. Böyle bərabər 0'dan. İnterval sürətin və məxrəcin sıfırları. Sürət mənfi 1'də 0'a çevrilir. Məxrəc isə 5'də 0'a çevrilir. X-lər əmsalları mənfi, müsbət, mənfi. 0'dan böyüklər almışıq ki, burada mənfi 1'dən 5'ə. Amma biz şərt vermişik ki, 2 ilə 3'ün arasında olmalıdır. Deməli, 2 ilə 3'ün arasında olan qiymətlər hansı onsuz da bura daxildir də. Mənfi 1'dən 5'ə kimi ödənilir də. Deməli, bu birləşsin 2'dən 3'ə. Növbəti partiya x-i bu dəfə 3'dən böyük götürürlər. 3'dən böyük götürəndə yuxarıdakı əksinə dəyişir. X minus 3 olur. Qabağında mənfi var, x plus 3. X 3'dən böyüksə aşağıdakı da olduğu kimi çıxır. 7 minus x. Buraya eləyir bizdə 5 minus x. Böyle bərabərdir 0'dan. İnterval 5 ilə 7. X-lərin əmsalları mənfi vurdu, müsbət.
Mənfi, müsbət. Sıfırdan böyüklər mənfi sonsuzluqdan 5'ə birləşsin 7'dən müsbət sonsuzluğa. Biz demişik ki, ay yoldaş, eşidirsiniz? Biz demişik ki, x 3'dən böyük olsun. 3'dən böyük olsun deyiriksə, 3'dən böyük bu şərti ödəyən haralardır? Birləşdirməlisən. 3'dən 5'ə 7'dən müsbət sonsuzluğa. İndi bunların ikisini birləşdirəndə mənfi sonsuzluqdan 3'ə biri başa gəlir. Mənfi 3'dən mənfi sonsuzluqdan 3'ə gəlir. Onu da 3'dən 5'ə qiymətləndirəndə mənfi sonsuzluqdan 5'ə 5 daxil deyil. Mən nə edirəm? 5 daxil deyil. 5'ə hardan daxil eləmişdik ki? 5'in içi boşdur. Mənfi sonsuzdan 5'ə 7'dən müsbət sonsuzluğa. Mənfi sonsuzdan 5'ə 7'dən müsbət sonsuzluğa. Elə bir cavab yoxdur. Arada səhv yazdım. Bu boyda sualda. 7'dən müsbət sonsuzluğa hamısında var, bildim. Hamısında 7'dən müsbət sonsuzluğa var. Sol tərəfdə doğru yazmışdıq. Mənfi sonsuzdan mənfi 2'yə, mənfi 1'dən 5'ə. Bir dəqiqə. X'i bir dəfə 2'dən kiçik götürürəm. X'i 2'dən kiçik götürürəm, buranı açıram. X 2'dən kiçiksə 3'dən də kiçikdir. Mötərizəni açanda işarə əksini dəyişdi. X 2'dən kiçikdir. Kiçikdirsə, bunların yeri dəyişir. Bayaq yerini deyəsən dəyişməmişdim, səhv etmişdim. Yeri dəyişir. Burada yəni olur 2 minus x. Qabağında mənfi var deyə mənfi 2 plus x. Böyle bərabər 0. Buraya eləyir, yox. 1 plus x, 1 plus x. Böyle bərabər 0. Yəni mənfi sonsuzluqdan 2'yə qədər bütün hədlər bunu ödəyir də. Elə deyil. Mənfi sonsuzluqdan 2'yə qədər. Mənfi 2 götürməliydim. Birdən suala baxın. Ya da ki, bunu başqa cür deyək də, başım işləmir. Belə deyək də, məxrəc 0 ola bilməz. Bunu geniş izah eləyərəm uşaqlar. Bayaqki yolla. Prosto da bilməm nə oldu orada. Məxrəc 0 ola bilməz. X minus 2 fərqlidir 0-dan, 3-dən. X minus 2 fərqlidir 3-dən. X minus 2 fərqlidir mənfi 3-dən. X fərqlidir 5-dən. X fərqlidir mənfi 1-dən. Məsələn, mən bayaq mənfi sonsuzdan 2 almışdım. Olmaz. X mənfi 1 ola bilməz. X mənfi 1-dən fərqli olmalı. Mənfi 1 olsa x məxrəc 0-a çevrilir. Yəni, mənfi sonsuzdan mənfi 2-yə, yox, mənfi sonsuzdan 0-a olmaz. Mənfi 1-i daxil eləmək olmaz. Mənfi 1-i daxil eləmək olmaz. Mənfi 1-i başqa hansı daxil edir? Başqa heç biri. Bu belə. İkincisi, kəsirdə, kəsirin müsbət olması üçün ya sürət də müsbət olmalıdır, məxrəc də müsbət olmalıdır, ya da hər ikisi mənfi olmalıdır. Sürət də müsbət götürürəm. Deməli, 3 minus x kiçik bərabərdir 4-dən. Məxrəc də müsbət götürürəm. Kiçik 3-dən. Bunu açıram. Kiçik bərabər 4-dən, böyük bərabərdir mənfi 4-dən. Hər tərəfdən 3 çıxıram. Mənfi x 3 çıxanda 1 edir. 3 çıxıram. Mənfi 7. Mənfiyə vururam. Mənfiyə vuranda işarə əksinə dəyişir. Olur mənfi 1-dən 7-yə. Burada x minus 2 kiçikdir 3-dən, böyükdür mənfi 3-dən. Hər tərəf üstünə 2 gəlirəm. Buraya eləyir 5, buraya eləyir bizdə mənfi 1. Düzdür? Mənfi 1-dən 5-ə, mənfi 1-dən 5-ə, bir də nə almışıq? Mənfi, təbii ki, bunların hər ikisinin kəsişməsini götürməliyim. Mənfi 1-dən mənfi 7-yə, mənfi 1-dən 5-ə. Hansı olacaq bunların kəsişməsi? Bunların kəsişməsi mənfi 1-dən 5-ə. Budur. Budur. Sonra hər ikisinin mənfisini götürürəm bu dəfə. 4 minus
3 minus x'i sıfırdan kiçik bərabərdir götürürəm. Bir də 3 minus modulda x minus 2'ni sıfırdan kiçik edir. Buradan alıram ki modulda x minus 2 böyüdür 3'dən. Olduğu kimi asıram. X böyüdür 5'dən. Bir dəfə də əksini açıram. Olacaq mənfi x minus 2 böyüdür 3'dən. Mənfiyə vururam. X minus 2 kiçikdir mənfi 3'dən. X böyüdür mənfi 1'dən. Modulda deməli orada birləşmə, kəsişməni götürdüm. Burada birləşməni götürməlisən. 5'dən böyük olmalıdır, mənfi 1'dən kiçik. Deməli biz aldıq ki x böyüdü 5'dən, 5 müsbət sonsuzluq, mənfi 1'dən kiçik, mənfi sonsuzluq mənfi 1. Bu belə. Gəldik bura. 3 minus x kiçik bərabərdir, böyük bərabər 4'dən. Bir dəfə olduğu kimi açıram. Olduğu kimi açıram. Bura edir 1. Mənfiyə də vursan x kiçik bərabərdir nədən? Mənfi 1'dən. Mənfi 1 ola bilməz. X kiçikdir mənfi 1'dən. X option kiçikdir mənfi 1'dən. Oldu cavab A variantı bitdi ki. İstəsiz dərsinizdə izləyərəm ətraflı. Ay inşallah. 40, 50. Sen sualımız qaldı ya. Hə, gəldim bura. Ne yazıb? 51. Sadələşdirin. Ha, sadələşdirək də. Sadələşdirin deyir, sadələşdirək. Görə sadələşdirə bilirikmi, yoxsa yox? Bax, yuxarı düstur deyir. Deyəsən. Nəyin düsturudur? X kökdə x. Ümumiyyətlə, kök altında x'in kubu bilirsiniz nə eləyir? X kökdə x edir. Kök altında x'in kubu x kökdə x edir. Bax, bu yuxarını belə yazıram. Kök altında x'in kubu üzərinə yazsın 3 olsun. Üstura gəlməsi üçün yuxarını nəyə vuraq? Yoxsa nəyəsə vurmayaq, elə aşağını eləcə alçaq. Sağ geçsin də, sağ geçsin. Üstur olduğunu görməsən bir sən eləməlisən. Açırsan, yavaş-yavaş hesablayırsan. X kubu minus 9 orta məxrəc. X kubunu buna vurursun. Bu da dediğimiz kimi də kök altında x'in kubudur. Neyse bunu buna vuraq. Vuranda eləyər. X üstündə 4 kök altında x. Üstünə gəlsin. 3x'in kubu çıxırsın. 6x'i x'e vurursan. 6x kvadratı kök x'e vurursan. 6x kubu. Çıxırsın 18 dənə x kökdə x. Üzərinə gəlsin 9 dənə x kökdə x. Üzərinə gəlsin 27. Eləcə açmışam aşağıda. Vurub açmışam. Heç nə eləmirəm başqa. Eləmə olar amma eləmirik. Plus 3x kubu minus 27. Görək buradan nələr islah edir, nələr qalır. Deməli. 27'lər getdi. Bunlar getdi. Kubular getdi. Sonra yukarıda qaldı. X üstündə 4 kök altında x çıxılsın. Buranın cavabı eləyir bizdə 9x kök altında x bölünsün. X kubu çıxılsın 9. Yukarıdan x kök altında x'i çıxartsaq, burada qalar x kubu çıxılsın 9 bölünsün. X kubu çıxır 9. Bunlar da gelir x kök altında x. Yəni B variantı. 51, 52, 53. 53'ü birinci yazaq, sonra 52'ni yazaq. Motivasiyamız olsun. 4 dənə müsbət, 6 mənfi 1, 2, 3, 4, 5, 6. Təsadüfi seçilən 3 ədədinin hasilinin müsbət olması. 3 dənə ədəd seçilsən hasilinin müsbət olması ehtimalını soruşur.
Əvvəldə deyək ki, ehtimal əlverişli halların sayı mümkün halların sayına olan nisbətdir. Burada 10 dənə ədəd var. Üçünü təsadüfi qaydada seçirsən. Seçim var. Kombinizondur. Kombinizonun da 3. Hasilin müsbət olması üçün ya ədədlərin 3 də müsbət olmalıdır, ya ikisi mənfi, biri müsbət olmalıdır. Ya üçü də müsbət olmalıdır. 4 dənə müsbət ədəd var. Üçü də kombinizon 4-dən 3 və ya ikisi mənfi, biri müsbət. İkisi mənfi. 6 dənə mənfi var. İkisi mənfi olsun. 6-dan 2, biri müsbət olsun. Biri müsbət olsun 4-dən 1. Kombinizon 4-dən 3, elə 4-dən 1-dir. O da 4 deməkdir. 6-dan 2, 6 vur 5 bölünsün 2-dir. Yəni bizdə 15-dir. 15-də 4, 60. 10-dan 3, 10 vur 9 vur 8 bölünsün 3 faktorial, yəni 6-dır. İxtisar da edirsən 2-yə 5, 2-yə 3. Bununla bu gedir 3. 8-i 5'e vuruldur. 120. 64 bölü 120. İxtisar eləsə 2'ye 60. 2'ye 32. 32 ilə 60 ixtisar eləsə yenə 2'ye 4'e da doğrusun. 15, 4'e 8. 15'te 8 yəni A variantı. 53-cü sualda olur A variantı. 52-ci suala gəlin baxın. Tangens 4 alfanı verir. Tangens 2 alfanın asılışı belədir. 2 dənə tangens alfa bölünsün. 1 minus tangens kvadrat alfa. Tangens 4 alfa. Tangens 4 alfanın asılışı belədir. 2 tangens 2 alfa bölünsün. 1 minus tangens kvadratı 2 alfa. Tangens 2 alfanın asılışı belədir. Bak, bu bərabərdir 12'də 5'e. Özü verin. 2, 12'də 5. Tangens 4 alfa. Çarpaz vururam. 5 çıxılsın 5 dənə tangens kvadratı 2 alfa bərabərdir 24 dənə tangens 2 alfa. Deməli 5 tangens kvadratı 2 alfa üzərinə yazsın 24 dənə tangens 2 alfa çıxılsın 5 bərabərdir 0'a. Nəyi nəyə vuranda 5 tangens kvadratı 2 alfa eləyir? 5 tangens 2 alfanı tangens 2 alfaya vuranda. Nəyi nəyə vuranda mənfi 5 eləyir? Mənfi 5 eləyir. Deməli, mənfi 1-dən 5'i. Çarpaz vurub toplayanda ortadakıdır bax. Olur 5 tangens 2 alfa minus 1. Tangens 2 alfa minus 1. Bir de olur tangens 2 alfa plus 5. Burada mənfi alınar. Bizə lazım deyil. Çünki 0 ilə 1 bölü 8 arasında müsbət alır. Alındı tangens 2 alfa. Ama buradan alındı. Tangens 2 alfa nəyə bərabərdir? 5'də 1'ə. Tangens 2 alfanı da açırsın. 2 tangens alfa bölünsün. 1 minus tangens kvadratı alfa. Bərabərdir 5'də 1'ə. Olur 1 minus tangens kvadratı alfa bərabərdir 10 tangens alfaya. Onda olur tangens kvadratı alfa üzərinə yazsın 10 tangens alfa minus 1 bərabərdir 0. Diskriminant b kvadratı 100 minus 4 AC. Eləyər 104. Onda tangens bərabərdir kökdə d minus b bölünsün 2. Kök altında 104. 26'ını nəyə vuranda? 4'ə. 2 kök altında 26. 26 minus 10 bölünsün 2. 2'ye də bölürsən bunu olur kök altı 26 minus 5. A variantı. Daha belə alfalar. Bu da belə. Burada bitti. Burada bittiysə deməli nə ondan deməli nə edə bilərik? Sağollaşa bilərik. Hələlik.